Salam dostlar. Deməli söhbət nədir? Bu gedib oxuyub sertifikat üçün. Hal-hazırda bax bu qeydiyyatdan keçə bilməyənlər nəyə görə? Çünki bax yerin tez bir zamanda, yəni heç açılmamış dolması söhbətidir. Açılmamış dolur. Bura gedib düşə bilmirik. Heç cür, yəni mümkün deyil də, yəni ki gedəsən buradan buna qeydiyyata düşəsən mümkün deyil. Bilmirəm kimdə alınıb, kimdə necə alınıb bilmirəm. Yəni indi hal-hazırda neçə sürücü var ki, oxuyub qutarıb, amma yəni imtahana düşə bilmir sadəcə. Yəni xahiş edirəm, neçə nəfərsiniz, bir dənə şərhlərdə qeyd edin və bu videonu paylaşın, görə biz neçə nəfərik. Yəni neçə nəfər maşın alıb leasingini nə bilim ödəyə bilmir, nə bilim arendaya götürməsi, ümumiyyətlə çörək vay olub bir sözlə. 5 manat çörək qazanmağa çıxa bilməyən neçə nəfər adamıq biz.